bəzi gündəlik müamilələrlə əlaqəli suallarımız var. Xahiş ediyorlar cavab verəsiniz. Yəni telefondakı Quranın hərflərinə toxunmaq olarmı? Telefonda olan Quranın hərflərinə toxunmaq olar. Yəni alimlərimiz nə deyirlər? Deyirlər, bir məsələni misal gətirirlər. Ola deyirlər ki, misal olaraq sən bir güzgüdür. Quranı məsəl üçün Musafı əlində belə tutub güzgüyə tutsan, güzgü orada əks olunacaq, düzdürmü? Məsələn, kitabı açsan belə və o güzgüyə tərəf tutsan, o güzgüdə əks olunacaq. Sənin o güzgüyə toxunmağın, o hərflərə toxunmağın deyil. Yəni inkəs deyirlər də ona, yəni əks etdiriləcək orada. Həmçinin başqa bir şey deyirlər ki, alimlər deyirlər ki, əslində sən hərflərə toxunmursan. Çünki orada bir maniyə var. Maniyə olduğuna görə sən hərflərə toxunmursan. Və həmçində telefon ümumiyyətlə musaf hökmündə deyil. Alimlər telefonu musaf hökmündə görməyiblər. Ancaq alimlər nəyə qadağan edirlər? Məsələn, insan telefonun əgər ekranında Qurani-Kərim açıqdırsa, o şəkildə ayaq yoluna girməyə qadağan edirlər. O ədəbdən deyil yəni. Məsələn, sən telefonu oxuya, telefonda Quran açıq şəkildə təharətə girməyə alimlər qadağan edirlər. Bəli. Başqa bir sualımız budur ki, bir qardaş bir dükana mal verir. Mənim də həmin dükana mal təklif etməyim, həmin qardaşın ticarətin üstünə ticarət etməyim sayılırmı? Peyğəmbər sallallahu aleyhi və səlləm bir hədisdə deyir ki, yəni qardaşımızın ticarətinin üstünə ticarət etməyin. Allah Rasulü sallallahu aleyhi və səlləm bunu qadağan edir bir hədisdə. Və ümumiyyətlə mən neçə illərdir indi biz bu sahədəyik. Yəni xüsusən ticarət sahəsində bu hədisin ciddi şəkildə istismar olunduğunu görürük. İnsanlar nə edirlər? Misal olaraq mən bir dükana bir telefon verirəm, mal verirəm, pulumu alıram və gedirəm. Başqa bir müsəlman gəlib ora mal təklif etdikdə ondan qabaq ora mal vermiş insan qəzəblənir və bu hədisi dəlil gətirir ki, sən mənim ticarətimin üstünə ticarət edirsən və Peyğəmbər sallallahu aleyhi və səlləm bunu qadağan edir. Əslində biz bilməliyik ki, hədisin açıqlamasında bizim fəqihlər bildirirlər ki, əslində bu qadağa əgər alıcı və satıcı arasında seçim müddəti olarsa bu qadağa gəlir. Misal olaraq, mən bir telefon dükanına yaxınlaşıram, ora 10 dənə telefon təqdim edirəm və yaxud mən ora yaxınlaşıram, 10 dənə telefon alıram. Pulunu ödəyirəm və deyək telefon təqdim edirəm. Yəni mən ora telefon verirəm həmin dükana. 10 telefon verirəm və bunun əvəzində misal olaraq 20.000 manat pul alıram ondan. Və ticarətimiz bitir. Mən də çıxıb gedirəm. Başqa bir qardaş gəlib ora mal təklif etməyə, o ticarətin üstünə ticarət deyil. Ancaq mən ora telefonu verdikdə əgər şərtləşər isə, misal olaraq alıcı deyir ki, mən dükanın yiyəsi, mən səndən bu malı alıram, amma bir həftə müddətində malı qaytara bilərəm. Malı qaytara bilərəm. Mən də razılaşıram ki, tamam. Mən də bir həftə müddətində sənə pulu qaytara bilərəm. Və razılaşırıq bunun üzərinə. Bir həftə ərzində, yəni mən pulu qaytara bilərəm, o da mənə malı qaytara bilər. Və bu müddət ərzində nə o mala toxuna bilər, nə də mən onun verdiyi pula toxuna bilərəm. Alimlərimiz məhz bu müddət, seçim müddəti olduqda başqa bir adamın gəlib həmin mağazaya, yəni dükana mal təklif etməyin qadağan ediblər. Çünki onda nə olacaq? Əgər o mənim ora təqdim etdiyim maldan ucuz mal təqdim edərsə, o mənim malımı qaytaracaq, düzdürmü? Və yaxud başqa birisi gəlib mənə daha baha qiymətə o telefonları alacağını deyərsə, o zaman nə olacaq? Mən bunun əsasında gedim onunla alış-verişi dayandırıb, həmin ticarəti onunla davam etdirəcəm, düzdürmü? Alimlər məhz bunu deyiblər ki, əgər seçim müddəti varsa aralarında, şərtləşiblərsə ki, misal aramızda 3 gün var. 3 gün ərzində mən bunu qaytara bilərəm, sən də bunu. Və yaxud bir həftə ərzində. O zaman həmin yerə yaxınlaşıb mal təklif etmək bizim şəriətimizdə haramdır. Və Peyğəmbər sallallahu aleyhi və səlləmin də məhz dediyi haramlıq bunu əhatə edir. Bu şəkildə olur. Ancaq misal olaraq bir qardaş gətirib bir dükana hansısa bir əşyanı təqdim edir. Alqı-satqı olur. Hətta pulunu həmin mağaza sahibi həmən ödəməsə belə. Deyir ki, sənə bir aydan sonra atacam pulu. Artıq alqı-satqı bitib. Və aralarında heç bir seçim müddəti yoxdur. Yəni şərtləşməyiblər ki, misal olaraq mən bir həftə sonra, 10 gün sonra sən malı, mən də pulu qaytara bilərəm. Belə bir anlaşma yoxdursa, başqa bir adamın
həmin dükana gedib mal təklif etməyə və yaxud həmin adama mal təklif etməyə, müəyyən ticarət etməyə, təkliflərdə bulunmağı şəriətimizdə gələn qadağanı əhatə etmir. Yəni qadağa ona aid deyil. Qadağa sırf seçim müddəti varsa, qadağa həmin seçim müddətini əhatə edir. Və yaxud insan məsələn dükan sahibi ilə alqı-sat gedib dükanın içindədir. Alıblar, dükanı tərk etməyib. Pulun verib malı götürüb. Biz bilirik ki, onların arasında seçim var. Yəni məclisdədirlərsə hətta yəni onların seçim hüquqları var. Biri pulu digər də malı qaytara bilər. Şəriətlə bu seçim haqqı verilib onlara. Bu anda da gəlib ona təklif etmək olmaz. Çünki seçim haqqları hələ qüvvədədir. Dükana girib onlara məsələn mal təklif etmək olmaz. Bu qadağa buna əhatə edir. Suallarımızdan bir də budur ki, son zamanlar bu hadisələr yəni müsəlmanlar arasında çox baş verir. Bir çox müsəlman yəni bu şeyin yəni icazəli olub olmadığından xəbərsizdir. Misal verək ki, məsəl üçün siz bizim sualımızı daha geniş başa düşəsiniz. Bir qardaş vasitəsi olaraq bir qardaş seçir ki, hər hansı biri onun malı onun üçün alsın. Bəli. Və o vasitə seçilən insan o malı alarkən o malın da üzərinə bir neçə miqdar yəni məbləğ əlavə edir və gətirir həmin qardaşa onu elə yəni satır. Amma həmin adamın da xəbəri yoxdur ki, yəni bunun üzərinə həmin vasitə seçdiyi adamın yəni bir miqdar məbləği üzərinə qoyub. Bundan xəbəri yoxdur. Həmin o vasitəsi olan insan bununla bu əməl etməyə icazəlidirmi? Yəni harama düşürmü ya düşmürmü? O etməklə harama düşür qardaş. Yəni nə üçün? Çünki alimlər, fəqihlər müamilələr bölümündə bir vəkalət bölümü açır. Vəkalət də iki cür olur. Yəni sən bir insanı müvəkkil edirsən bir işə. Ya könüllü olur, ya ücrətli olur. Əgər sən bir insana ücrətli şəkildə deyərsənsə ki, məsələn filan əməli edirsən, bu adam da ki, qardaş mən bu işləri görürəm. Mən müəyyən pul qazanıram bunun üstünə. Gedib alıram, üstünə də müəyyən pul qoyuram. Əgər belə bir razılaşma olarsa onların arasında və həmin adam gedib malı gətirir, onun üstünə pul qoyub satarsa ona, təhvil verərsən. O zaman biz o insana yəni irad tuta bilmərik ki, sən bu məsələni haram etmirsən. Ancaq misal olaraq bir qardaş bazara gedir. Həmin qardaşa tapşırır ki, mənim üçün oradan misal olaraq filan maşını alarsan. Budur ki, yəni problem yoxdur. Gedir maşını alır. Halbuki örfən bunların arasında olan razılaşma könüllü müvəkkillikdir. Onu bir qardaş kimi ondan xahiş edir. Deyir ki, alaram. Gedir həmin maşını alır, onun tapşırdığı müəyyən bir marka maşını. Sonra maşının üzərinə əlavə pul deyərək həmin adama verir. Bu bizim şəriətimizdə qadağandır, haramdır. Həmin bu şəkildə müamilə də səhih deyil qardaş. Allah razı olsun. Son olaraq hocam, yəni bugünkü gün yəni avam olan müsəlmanlara nəsihətiniz nə olardı? Yəni bu haqda istəyərdik nəsihətinizi alaq. Avam olan müsəlmanlara qardaş, baxın biz əsər əhli kanalında fiqh dərsləri keçirik. Yəni biz fiqh dərsləri keçdikdə avam müsəlmanlara yəni nəsihətimiz odur ki, xüsusən onlar özlərinə vacib olan elmləri öyrənsinlər. Məsələn, təharət bölümünü öyrənsinlər. Əksər müsəlmanlar ümumiyyətlə yəni çox bərbad vəziyyətdədirlər. Təharət bölümünü bilmirlər. Məsələn, namaz bölümünü bilmirlər doğru şəkildə və yaxud onlara vacib olan oruc bölümünü bilmirlər. Yəni bu şeyləri avam müsəlmanlar öyrənməlidir. Sadəcə bizim müsəlmanlar, dediyim kimi qardaşlar, yəni müasir bu cərəyan, əhl-i-sünnət məzhəblərinə qarşı danışan bu cərəyan, sıravi müsəlmanları doğru şəkildə deyər ki, tərbiyə etməyib. Yəni tərbiyələndirib. İnsanlar bu şeyləri görməyiblər onlardan. Yəni sanki insanlara nəyi öyrədiblər? Yəni sıravi qardaşlara, müsəlmanlara. Yəni onu öyrədiblər ki, kimi dindirsən dəlildən. Deyir ki, qardaş mənə dəlil gətir. Qardaş filan şey deyir dəlil. Qardaş filan məsələ dəlil. Yəni bu ümumiyyətlə əhl-i-sünnət tarixində olmayan bir yanaşmadır. Bu ümumiyyətlə avamın həddi deyil bu şəkildə yanaşmaq məsələlərə. Yəni ümumiyyətlə biz nə qədər də oxusaq, yəni mən həmişə dərslərdə deyirəm. Yəni biz dəlilə hansı yöndən baxa bilərik? Yəni oxuya bilərik, başa düşə bilərik və ya dəlili nəql edə bilərik. Amma bizim dəlilə baxıb onun səhih və ya zəif olduğunu araşdırmaq bir gücümüz yoxdur. Yəni biz o səviyyədə olan insanlar deyilik. Və ya da Azərbaycandakı olan insanları elmə çağıran insanlar o səviyyədə olan insanlar deyillər yəni. Yəni bu məsələdən də danışdıqsa biz müasir cərəyana, yəni xüsusən müasir sələfliyə qarşı danışdıqda bizim qəsdimiz yəni hansısa fərdlər deyil. Yəni sıravi müsəlmanlar deyil. Çünki sıravi müsəlmanlar zaten bu məsələləri araşdırmaq gücündə deyillər. Ancaq bilmək lazımdır ki, onlar əgər əhl-i-sünnət məzhəblərini kör təəssübkeşlikdə ittiham edirlərsə, bilsinlər ki, kör təəssübkeşliyə onların dəvətçiləri onları çağırır kör təəssübkeşliyə. Əhl-i-sünnət məzhəbləri onları kör təəssübkeşliyə çatdırmır.
Çağırmır. Əhl-i sünnət məzhəbləri onları fəqihlərin, alimlərin yoluna, yəni peyğəmbərlərin həqiqi varislərinin yoluna çağırır. Bu səbəbdən yəni günümüzdə olan müsəlmanlar daha çox özlərinə də aid olan məsələlərdən necə uğraşmalıdırlar. Yoxsa biz baxırıq 30 ildir insanlar namaz qılan kafirdir, kafir deyil. Və ya cəhalət üzür deyil. Yəni müxtəlif mövzularla yəni müsəlmanlar arasında hər xırda məsələyə görə təfriqə yaranır. Bunun səbəbi nədir? Bunun səbəbi insanlara elmi doğru düzgün şəkildə çatdırılmamaqdır. Yəni insanlara bu elmi doğru şəkildə çatdırmamağının səbəbi olaraq bu şeylər ortalığa çıxır. Həmçinin sıravi müsəlmanlar öyrədilməməlidir ki, sən hər məsələdə danışa bilərsən, sən hər məsələdə dəvətçisən. Yox, onlara, hər bir insanlara danışacaq biləcəkləri hədd öyrədilməlidir ki, onlar hansı həddə danışa bilərlər, hansı həddə cavab verə bilərlər. Baxırsınız, sıravi insanlardır, yəni alimlərə qarşı çox ədəbsiz bir mövqe tutublar. Günümüzdə olan isə güya indi onlar insanları alimlərin yoluna çağırırlar. Məgər əhl-i sünnət məzhəblərində olan tarix boyu yaşamış bu insanlar alimlər deyilmi? Əhl-i sünnət irsini həqiqi şəkildə yaşadan insanlar onlar deyilmi? Onlar bugün İmam Nəvəvinin kitablarını oxuyurlar, İbn Həcərin kitablarını oxuyurlar. Deyəndə ki, onlar əşaridirlər, yox, onlar təsirləniblər. Qardaş, siz bunu ilə ancaq sıravi müsəlmanları allada bilərsən. Həqiqi elm oxuyan insanlarsan bunu necə allada bilərsən? Yəni İmam Nəvəvinin əşari olduğu açıq-aydın bəllidir. O səbəbdən insanlara qarşı, sıravi müsəlmanlarda əhl-i sünnət imamlarına qarşı doğru şəkildə fikir yaratmaq lazımdır. Nəinki onlara qarşı buğz yaratmaq, onlara qarşı nifrət yaratmaq, onları kiçik göstərmək. Yəni bu qədər qardaş, nəsihətim ola bilər ki, müsəlmanlar bu şəkildə diqqətli olsunlar və məsələlərə kör təbii şəkildə yanaşmasınlar. Bəsirət gözü ilə baxmağa çalışsınlar. Yəni elhamdülillah, yəni bu qədər qardaş. Yəni mən də onlara dua edə bilərəm ki, Allah Taala bizi haqqa haqq olaraq göstərsin, ondan möhkəm yapışaq. Amin. Daim batılı batıl olaraq göstərsin. Necə Peyğəmbər sallallahu əleyhi və səlləm dua edir ki, ondan uzaq duraq. Amin. Həmçinin Allah Taala yəni bu haqq məsələləri görməyən qardaşlarımıza da yəni bu məsələləri onlara göstərsin və onları doğru yoluna, əhl-i sünnətin yoluna yönəltsin. Amin. Allah sizdən razı olsun. Amin. Allah evimizə bərəkət versin. Amin. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu. Aleykümselam və rəhmətullahi və bərəkatuhu.